Onlara diqqət edək yuxarıda. Sol dönüşünü yandır indi. Əsas qarşıya. Biz buradan bir geri dönmə məhdudiyək. U dönüşü deyirlər ama. Yavaş-yavaş qarşıya. Deməli, bax gözün yerdə ox çəkilibdir. Ancaq sola. Biz həm sola gedə bilərik buradan, həm geriyə gedə bilərik. Yadında saxla. Sola dönməyə icazə verilən yerlərdən kənar sol blokdan geriyə dönməyə də sizə verilir. İndi bax biz buradan U dönüşləyəcəyik. Solundakı ayrıcılığı görürsən, bax bu daş hissə, yerdən hündürə qalmış daş hissə ayrıcılıqdır. Onu bizim maşının ortası keçirdən, onu axıra kimi dönmək lazımdır sola. Amma orada piyada keçisi də var deyə, piyada keçisinin üzərindən dönmək olmaz, gecikmə. Qabaq təkərlər piyada keçsin, keçsin dostum. Ondan sonra dönərsin, git də, öldürmə sürətin, git. Hələ dönmə, indi fırla əlini axıra kimi fırla. Afərin, hansı zola düşsə, bax biz ortada qaytar. Qaytar, ayaq açı, yavaş-yavaş orta sürətindən yüngül. Qabaqda qırmızı, çox artıq, yüngül. Başa düşdün dostum. Piyada keçsin üzərindən geri dönmək qadağandır. Sonun yanı keç güzel sola. Bax, keçmək mümkündür. Söndürüşünü, azad sürətindən. Tələsməyin, yaşlı işıq yansa belə, qarşıdakı neqativ vasitələrinin hərəkətini gözləyir. Yavaş-yavaş qaz verildi, yavaş-yavaş ver. Hissesi artır. Aferin. Bax bu şəkildə. Çox artır buna. Stabil sürətlə sürək. Uzağa geniş baxırıq. Maşınlarla məsafən özün daralır, sürətini azaldacaqsın. Görürsən yox, məsafən genişlənir, onda hissə yüngül sürəti artırmaq lazım oldu. Bax bizim işıq var, gözün yaşıl işıq yanıb sönür. İndən yüngül azaltmağa başlar. Aferin. Yüngül azalt ki, gəl burada sərt tormozlama etməyəsən. Biraz da gedib qarşıya. Gəl. Bax onun təkərlərin görəcək məsafədə və aşağı buferin aşağı hissəsi var. O hissəni gördün, dayan. Da çox da gedib yaxınına girmə. Ara məsafəsini qoymaq lazım. Oldu dostum. Sətlinin yoxdur? Yox, hər şey yaxşıdır, çox sağ olun. Sən sağ olasan. İndi çəkiliş dayandırıram, amma dərsimiz davam edir.